Xeyirli olsun dəyərli qrup üzvləri. Siqnal kanalının bizim 6 siqnal kanalımız var. O demək 1000-dən çox traderlər orada var. Və bugün biz nədən danışarıq? İlk öncə nəzər çatdırım ki, dünənki əməliyyatlara diqqət edək. Qızılda ilkin baylar 5046-dandır, amma erkən baylar isə 5040-dan biz bunu qeyd etdik. Və deməli 5040-dan olan baylar bizə kifayət qədər gəlir verdi. Həm dünən 5040-dan olan baylar bizə gəlir verdi, həm də ki, diqqətlə baxın, həm də ki 5046-dan. Yəni 5040-dan gələn baylar bizə nə az nə çox 22 dolları bir qalxışla gəlirlə nəticələndi. 46-lardan gələn baylar isə bizə 16 dollarlıq bir gəlirlə, 17 dollar bir gəlirlə nəticələndi. Amma biz axşamında bizdə 5000-də olan sel əməliyyatlarımızı biz elan etdik ki, onu ləğv etdik. Baxın, qızılda 5000-də olan, baxın, qızılda 5000-də olan, demək, qızılda burada diqqətlə biz dünən yazdıq. Deməli, axşamınız xeyir, 5000-də olan selləri ləğv edin. Bu saat 18:50-də idi. Biz onu ləğv elədik. Nə üçün? Çünki artıq deyək ki, təlim olduğu üçün bizdə satış əməliyyatları, Amerikada çıxan xəbərlər pis çıxdı. Əslində qızıl qalxmalı idi. Amma biz xəbərə yox, yəni istiqamətə uyğun hərəkət edirik. Yəni xəbər çıxarsa, deməli intervensiya yaradıla bilər. Yəni qiymət yuxarı qalxmasına baxmayaraq nümayiş etdirdi yuxarı, amma sürətlə ən azından 80 dolları bir enişlə nəticələndi. Biz satış əməliyyatlarını ləğv etdik. Nə üçün? Çünki artıq bu enişdə gec vaxtlarında biz elə ki 7-dən 8-dən sonra əməliyyat açmırıq. Və bugün 5058-ə yenidən alışlarımız var. Hədəflər 5088-dir. 5089-dan sonraki hədəf biz artıq qeyd etmişik siqnal kanalında. Deməli, bugün qızıldakı hədəf 5089-dan sonra 5145-lərdir. Alış və satış əməliyyatlarını nəzərə almışıq burada bugün. Dünənki əməliyyatlara diqqət etsəz, biz qısa bir nəzərdən keçirək. Yəni qızılda 2 bayımız gəlirlə nəticələndi, gümüşdə əməliyyatlarımız nəticələndi. Bitcoin'də sellər, Ethereum'da sellər, USD Japoniya'da sellər, USD Frank'da sel əməliyyatları, funt dollarda sel əməliyyatları bizdə, Euro dollarda funtun Frankla olan rəqabətində sellər yaxşı gəlirlər verdi, funtun Japoniyanın rəqabətində, S&P, Nasdaq, Dow Jones, DAX və bunlar da nəticə qəşəng oldu. Brentdə də alış əməliyyatlarımızla qəşəng nəticələr verdi. Yəni siz baxa bilərsiniz, yəni gümüşdə də satış əməliyyatları işə düşdü, Bitcoin'də satış əməliyyatları, Ethereum'da satış əməliyyatları, USD Japoniya'da satış əməliyyatları. Yəni bugün nələr baş verəcək? Bugün təbii ki, bunun YouTube kanalındakı olan izləyicilər də izləyirlər. Deməli, bugün alışlarımız 5058-dəndir. Hədəf 5088 və 5145-lərdir. Satışlar 5029-lardan, 28-lərdən gələcək. Qızıldakı satış əməliyyatları. Keçək gümüşə. Gümüş nə edəcək? Gümüşün də əsas alış nöqtəsi deməli 82-700-lər artıq belə deyək də deməli alış əməliyyatları açılmaq üzrədir. Təbii ki, biz trend xəttini yaddan çıxartmayaq. Nə üçün? Trend xəttini qırarsa ikinci təsdiq şam nəzəriyyəsindən sonra satış əməliyyatları gələcək. Amma alışlar, əsas alışlar 83-600-lərdən gələcək. Satışlar isə gümüşdə təbii ki, sizin üçün maraqlıdır. 81-700-lərdən satışlar olacaq. Bitcoin-ə gəldikdə isə Bitcoin yenidən 67-60-lara doğru hərəkət etməyi istəyir. Və bugün baxın, diqqətlə baxın, ümumi olaraq yenidən 60-lara fokuslanıb. Əgər bu dəfə 60-ları keçərsə, hədəf 57, biz bunu söyləmişdik, hədəf 57, hətta 47 belə görsənir. Təbii ki, 47-dən öncəki hədəf demək 53-lərdir. Bunu biz yəni bir həftə öncə bu haqda məlumat vermişdik.
Alışlar nə vaxt gələcək? Yəni təbii ki, alışlar olacaq. Alışlar da yerli saatdan saat 4-dən 5-dən sonra olacaq. Ethereum-a gəldi isə Ethereum da yenidən 1723-lərə hədəflənib. Təbii ki, satış əməliyyatları 1960-ları aşağı formalaşmalıdır ki, həmin nöqtəyə istiqamət alsın. Dolların Yapon yeni, dollar Yapon yeni rəqabətində zəifləyir. Bunu biz bu hədəfləri vurğulamışdıq. Hədəflərə doğru gəlir. Yəni növbəti hədəfi 152.900-lərdir. Yəni bu hədəfə diqqət etmək lazımdır. Ondan sonraki hədəfi isə 152.100-lərdir. Yəni alış əməliyyatları olacaqmı, olmayacaqmı? Təbii ki, saat 2-dən sonra alış əməliyyatlarına siqnal olacaq. Alış, yəni korreksiya alışları. Yəni diqqətlə baxın. Alış deyəndə güclü alışlar yox. Baxın, hər enişdən sonra yuxarı korreksiyalar, hər enişdən sonra korreksiyalar, hər enişdən sonra korreksiyalar. Bunlar gözlənilir. Deməli, USD Yapon yenidir. USD frank da dünən aşağı düşəndən sonra kifayət qədər, yəni korreksiya verdi yuxarı. Alış əməliyyatlarımız vardı. USD Yapon yenində də, USD frankda da. Onlar da uğurla nəticələndi. Bugün satışlar 0.76-540'lardan gələcək. Alışlar təbii ki, bu da günün ikinci yarısından sonra. Funtun dollar rəqabəti. Funtun dollar rəqabəti günün birinci yarısı yuxarı nümayiş etdirir. Bu da saat 11-12-yə qədər yəni yüksələ bilər və trend xəttini mütləq zamanda stop losslara diqqət edin. Yəni stop losslar mütləq olur ki, maksimum hədəf deməli 1.36. Satış əməliyyatları üçün 1.36-500-lərə deməyə dəyər. Deməli, evro dollar rəqabəti də ümumi istiqamət səhər saatlarında yuxarıdır. Yəni bu hər ikisi hansı trayektoriyada hərəkət edəcəyi haqqında bir məlumat verim sizə. Bu yəni belə bir bayraq yaradıb, yəni yuxarı doğru istiqamətlə davam etdirəcəklər. Funtun dollar rəqabəti də, evro dollar rəqabəti də, yəni ikisi də eyni trayektoriyada hərəkət etməsi gözlənilir. Yəni bu təbii ki, bu istiqamətdə. Amma biz yenidən məsələn bu trend xəttini yaddan çıxartmayaq. Yəni bu trend xətti ilə yenidən qiymət bu istiqamətə qədər gəlməsi gözlənilir. 1.36-lara qədər. Sonra Nasdaq S&P Dow Jones-lara gəldi desə, funtun Yapon yeni aşağı gəlir. Təbii günün ikinci yarısından qayıdacaq, yuxarı korreksiya verəcək. Yəni trend xəttinə diqqət etmək lazımdır. Funtun frank olan rəqabəti səhər saatlarında mükəmməl dərəcədə enib, sonra qalxıb. Nasdaq S&P Dow Jones-lar dünən satış əməliyyatlarından yaddaşlarda qaldı. Bu həftə korreksiyalar həftəsi üçün mən nəzərə almışdım. Birinci güncə təbii ki, hələ ki aşağı korreksiyalar, az da olsa aşağı korreksiyalar verir. Nəysə, bu qədər biz qaydaq bu YouTube kanalı üçündür. Biz yəni qaydaq dəqiq siqnalları vermək üçün Nasdaqda satış əməliyyatlarımız bir ipucu verim sizə. Deməli 25.179'lardan gələcək. Biz yenə qaydaq demək bugün səhər saatlarında biz əməliyyatları paylaşdıq, bir neçə əməliyyat paylaşmışıq və qızılda gördüyünüz kimi dünənki əməliyyatlar, qızılda sel, bunlar gəlirlər də. Dünən elə bir ki, hansı əməliyyatları açmışıq, əməliyyatları uşaqların nəzərinə çatdırmışıq. Təbii ki, 100% heç nə yoxdur. Biz deyək ki, hər hansı bir əməliyyatı veririksə %100 gəlsin, yox, stop loss mütləq olmalıdır. Yəni biz stop lossuz ümumiyyətlə heç bir əməliyyat yoxdur. Bunu nəzərə alın, yəni YouTube kanalında izləyənlər də bilsin, Siqnal kanalında abunə olanlar da bilsin. Yəni sadəcə olaraq siz stop lossuz heç bir əməliyyatı etməyin. Hamınıza uğurlar, görüşmək ümidi ilə sağ olun.